Salam. Tanımayanlar üçün mən Ləman Lətifli. Əgər kanalımı ilk dəfə görürsənsə, kanalımda günlük vloqlar, oyun videoları, dərs vloqları və s. kimi uzun videolar və trend olan mahnılarla və gülməli tərzdə olan shorts videolar var. Yəni maraqlıdırsa kanalıma daxil olub baxa bilərsən. Bu videonun konusu isə bunu tutuyorum çünki elimdə yox. Tamam, bu nədir? Bu sual kitabçamdır. Bilmirəm, bunu göstərməliyəmmi? Üstündə göstərməməm gerəkən bir şey varmı? Bilmirəm, o görə hər zaman göstərməyim. Belə içini göstərdirəm, nə əlaqə bilmirəm. Neysə, bu videoda sizə balımı deyəcəm və başıma gələnlər deyəcəm. Öncəliklə bunu deyim ki, balımdan artıq xəbərim var. Əslində istəyirdim ki, sizinlə bərabər öyrənim balımı, amma çox təəssüf ki, potqram bir aləm var. Deməli, necə oldu öyrəndim. Mən, yəni uşaqlar dedilər ki, ballar açıqlanıbdır, amma mən yenə də hər etmə ailəmə demədim. Dedim ki, birinci sizinlə bərabər, yəni istəyirəm ki, sizinlə bərabər öyrənim. Həm də hazır olanda öyrənmək istəyirdim. Bir gün keçsin, sonra öyrənmək istəyirdim. Həm də ki, bir yandan da, nə bilim, öyrənmək istəmirdim. Həmin gün içimdən gəlmirdi öyrənmək. Pot qırdılar durduq yerə, yəni. Niyə öyrəndim mən həmin gün? Neysə. Bu videonu siz görəndə bəlkə də artıq ikinci zonalarda balları açıqlanmış ola bilmirəm. Əgər 9'lar baxırsa bu videoya ballarınızı yorumlara yaza bilərsiniz siz də. Görək siz necə yığmısınız. Neysə, uğurlar arzulayıram. Əgər gələn illərdə imtahan verəcəklər varsa aramızda. Neysə, mövzu qarışdı bir anda, o yadımdan çıxdı nə deyəcəyim. Demək, qardaşım mənə yazdı ki, bəs fin kodu və s. dinən baxın ballar və balın açıqlanıbdır və falan. Mən istəmədim heç başda, dedim ki, istəmirəm də deməyəcəm. Nəsə sonra məcbur elədi, anama dedi, anam da məcbur oldum, o görə demək məcburiyyətində qaldım. Amma deyərkən şəxsi... Boş, bomboş laflar. Hiçbir işe yaramayan cümleler silsilesi. Ne güzel, osur osur üpediniz. Nəsə kod falan verməlisən, onu dedim falan. Amma dedim ki, yəni tapşırdım. Dedim ki, mütləq. Mənə deməyin neçə bal yığdığımı. Anam görər-görməz mənə dedi. Siz zaten burada belə görə bilərsiniz balımı. Və şok deyir ki, 173 bal yığmışam. Mən dedim ki, niyə deyirsən də? Sonra yalandan kıvırdı ki, yox, zaten o qədər yığmamışsan. Benim için neyse, daha bir əhəmiyyəti qalmadı. Neyse, artıq öyrənmiş oldum. 173.8 bal yığmışam. Buradan da görə bilərsiniz hansı fəndən neçə bal yığdığımı. Gələk indi başıma gələnlərə. Niyə? Əslində daha çox yığa bilərdim. Niyə daha az yığdım, onu danışım sizə. Mən Azərbaycan dilindən danışmaq istəyirəm ilk başda. Azərbaycan dilinə 1 saat yarım vaxt ayırdım. Çünki çox istəyirəm ki, 100% nəticə yığım. Amma heyf ki, 2 dənə gördüyünüz kimi başa düşməyənlər varsa əgər yazılardan, mətinləri tam 10'da 10 yazdım. 2 mətnin ikisində heç bir səhvim olmadı. Yalnız 2 dənə səhvim çıxdı. O da ki, qrammatikadan çıxdı səhv. Ona görə 94 bal aldım. Əslində 100 bal istəyirdim almaq. Heyf. Neysə 11'də yığacağıma inanıram 100 balı Azərbaycan dilindən, riyaziyyatdan yox, Azərbaycan dilindən gözləyirəm. Neysə ki, səhvlərimi göstərəcəm, o 2 səhvimi. Biləsiniz ki, diqqətsizlik səhvidir. Belə özüm də buradan baxım ki, yadıma sala bilim. Deməli, burada gördüyünüz səhv. Orada mən həmin sualı 3-4 dəfə oxumuşam. Çünki çox sadə bir sualdır əslində. Yəni, ən zəif deməyim, yəni ortalama bir bilən biri, yəni Azərbaycanın o qədər də çox hakim olmayan biri bu sualı eləyə bilər əslində, deyə düşünürəm. Bilməm, eləyə bilirsiniz siz. Neysə, yəni məncə eləyə bilərsiniz deyə düşünürəm. Burada mən ümumi sözünü müəyyən kimi oxumuşdum. Ona görə o sualı, o variantı direkt ilk başda onu sildim mən. Çox böyük bir səhv. Cavab da zaten həmin variantıydı. Diqqətsizlik səhvindən o getdi. Bir də burada da gördüyünüz kimi, orada variantda bu sualda gördüyünüz kimi, deməli C variantda 2, 3, 5, 6'dır cavab. B variantında isə 1, 3, 5, 6'dır. Cavab B variantıdır. Mən amma C variantını seçmişəm. O da ona görə səhv oldu.
dilində. İngilis dilində isə ən güvəndiyim mənim mətn idi. Amma mətni atdım, o görə bütün hamısı səhv yox. Bir dənə düzüm çıxdı mətndə. Yəni onu da çıxmasaydı da heç əhəmiyyəti yox imiş yəni. Ayda uşaqlar zatkam sönmüşdü. Yarıda kəsildi. Hətta o arada hətta zatkam sönmüşdü. Konuş artık. 3.37 Biraz gecdə oldu. İndi hal-hazırda da zaten azdı, zaten 5-dir. 5-ə qədər də yəni bir təhər səbr elədim. Hətta yemək falan da yedim də, yəni bu qalxan qədər. Zaten orijinal adaptör deyil deyəcəyik. Bu məlumatı niyə siz nəysə qaldığımız yerdən davam edeyim. Nəysə ki, yəni ingilis dilində qalmışdıq ən son. Mən mətnə güvənirdim, amma mətnə vaxt çatmadı. Bir də bunu deyim ki, əgər imtahan verməmsinizsə, gələn illərdə hansısa bir ildə nəsə yəni verəsinizsə əgər, bunu bilin ki, yəni bir fəndən digər fənə direkt keçiş eləməyin, qətiyyən. Bir fənni tam bitirin, sonra o birisinə keçin. Çox böyük bir səhvdir və mən bunu yaşadım. İngilis dilində mətni buraxdım, keçdim Azərbaycan dilinə. Sonra o mətn qaldı da yəni orada. Ən son 10-15 dəqiqədə yadıma düşdü. Bu yəni həmin anda da çatdırmaq mümkün deyil. Çünki həmin anda mən kodlaşdırma yedim. Bilmədim kodlaşdırmanı yeyim. Bunu yeyim, ona görə bunu atası oldum yəni. Kodlaşdırma çünki daha əhəmiyyətlidir. Neysə, boş verin. Yəni ingilis dilində mətnə güvənirdim, mətnində yaza bilmədim. Bir də uşaqlar gələndə baxmadım bu arada yaza bilmədiyim suallara və s. Yəni sualları təkrar oxumamışam, bilmirəm mətndə nədən gedirdi söhbət, amma uşaqlar deyirlər ki, çox asan olubdu, yaza bilərmişsən falan filan. Neysə, yəni boş verin, artıq keçib gedibdi. Riyaziyyata gələr. Riyaziyyatda zaten yəni yaralı yerim. Riyaziyyatda isə tək pis olduğum sual şey oldu. Kubun neçə tili var? Burada da görürsünüz, bura qoyacağım zaten həmin sualı. Utanmaz elə Profesör Leman kubun şəklini çəkibdi orada. Yəni güya böyle bir partlayış bir sualmış kimi. Elə də yəni əziyyət çəkmişəm ki sualın üstündə. Götürüb onu da yəni səhv yazmışam, 8 yazmışam. Durub orada nəyi saymışam bir dəqiqə? Təpələrini saymışam kubun, yəni. Onu niyə vaxt itirdin yəni durduq yerə, səhv yazacaydınsa. Neysə, pis olmuram, boş verin. Sonra TikTok'da falan da gördüm ki o sualı çox adam səhv edibmiş. Çox adam deyim, yəni bəziləri də səhv edibmiş zaten həmin sualı. Həm də 8 yazıbdır da, hamı təpə ilə qarışdırıbdı onu. Neysə belə tövsiyələrimə gəldikdə isə sizə tövsiyə də vermək istəyirəm. Düzü riyaziyyatla ingilis dilindən də tövsiyə gözlüsünüzsə məndən. İngilis dilindən bir dənə tövsiyə verə bilərəm. O da ki söz bazanızı geliştirin. Əgər aşağı sinifsizsə 9 falan deyilsə, 9-suzsa da yəni axıra və gelişdirməlisiniz. Əgər aşağı sinifsizsə daha da yaxşı. Mən 6-cı, 7-ci sinifdə falan oxuyanda, daha doğrusu 7-ci sinifdə falan oxuyurdum. Hər gün bir söz öyrənmək istəyirdim, amma buraxdım bir müddət sonra. Yəni 10 gün falan heç çəkmədi bəlkə də. Əslində bu arada 6-cı, 7-ci sinifdən hər gün bir söz öyrənsən, bayağı bir çox söz öyrənmiş olarsan 9-cu sinifə gəldikdə və çox önəmlidir. Yəni mən çox əziyyət çəkdim, söz bazım çox az olduğu üçün ingilis dilində. Ona görə də çox mütləq tək tövsiyəm odur ki, sözlər çox öyrənir. Sözlərdə ən rahat öyrənməyin üsulu ingilis dilində mahnılara qulaq asmaq, kinolara baxmaq və s. Zaten ingilis dilini yaxşı bilən tanışlarımın hamısı belə öyrənibdir. Yəni hansı müəllim durub sizə söz öyrətmir. Axıra və zaten siz öyrənəsiniz, amma öyrənəndə durub biri var ki, vərəqdən nə bilim 100 dənə sözü belə oxuyub öyrənəsən. Bir də var ki, kinoya falan baxaraq öyrənəsən. Mən də bu il elə öyrənməyə çalışacağam. Azərbaycan dilindən isə nə öyrənə bilərəm? Azərbaycan dilini düzdür, mən belə əziyyət çəkərək öyrəndiyim bir fən olmayıbdı. Sevərək öyrənmişəm. O görə də çox bir qatqım olmaz, yəni dediklərimin, amma yenə də deyim. Yəni mən sıradan zaten burada da göstərə bilərəm. Bu hədəfdir də bu deyil. Neyin olduğunu oxuyamıram. Hədəf nəşrləri, tamam. Hədəfin bu belə bir qayda kitabı var. İlk başlayanlar üçün məsələn çətin gələ bilər bu biraz. Çünki görmüşəm deyirlər çətindir, amma amma mən heç çətinlik çəkmədən öyrəndiyim bir fənn olubdu. Çünki sevərək öyrənmişəm. İlk dəfə 8-ci sinifdə hazırlığa getdim. 8-ci sinifdə başladım mən Azərbaycan dilini tam şəkildə öyrənməyə. 8-də artıq
baza yığmışdım. 9-da da artıq təkrar öyrənirdim. 9-10 görə də heç əziyyət çəkmədən rahatlıqla öyrənmişəm mən Azərbaycan dilini. Çünki artıq bazam var idi. Bir də bu çox önəmlidir. Əgər hazırlığa gedərək öyrənəsinizsə, bunu deyim ki, əgər evdə də öyrənə bilərsiniz, baza çox önəmlidir. Bir şeyi, fənni düzdür, öyrənmək mümkündür bir ilə bir fənni, amma əziyyətə vermək istəmirsiniz sözünüzü. Bunu deyim ki, yəni bir il baza yığılır, sonra ikinci il artıq çox şey öyrənilir. Bunu yəni unutmayın. İlk ildən yəni çox bir bekləntiyə girməyin. Məsələn, mən bu il başlamışam ingilis dilindən riyaziyyat öyrənməyə. Keçən 0 dərəcəsində idi. Söz bazım çox az idi ingilis dilindən. Riyaziyyatım da ümumiyyətcə heç vaxt müəllim dərs başı salanda baxmırdım. Çünki riyaziyyata qarşı sevgim yox idi. Ona görə də öyrənmirdim. Amma bu ildən başladım artıq öyrənməyə. 30-40% artıq öyrənmişəm ən azından. Bana da şükür, bazılarını artıq yığmışam. Genel düşünürəm ki, daha çox yüksək qaldıra bilərəm. Riyaziyyatda yox, riyaziyyata artıq heç bir inamım yoxdur. Yəni buraxmışam videonun başına. Boş verin sizdən. Bir də bu hədəf haqqında bir şey dedim istəyirəm ki, təzə nəşr almanızı heç tövsiyə eləmirəm. Bu 2024-ün nəşridir və qısaltma olur da. Əgər qaydanı məsələn bilən birsinizsə öyrənə bilərsiniz, ala bilərsiniz. Çünki köhnələri tapmaq çətin olmasa 2020-yə önərə bilərəm. 2020 idi, 2019 idi nəsə. Ya o ərəfələrdə nəşrləri almağınızı tövsiyə edirəm. Bu 2024-də çox qısaltma veriblər qaydaları. Belə bir də imtahandan son bir ay falan almışdım mən bunu. Çox nə bilim almasa az da olar əslində. Çox bir əhəmiyyəti yoxdur. İçində mətnlər var. Daha doğrusu test şəklindədir. 30-30 sualdır, imtahan kimi bir şeydir. OTK-nın sınaqlarına çox oxşadıram mən bunun içindəkiləri. Mən burada 30-da 30 yazdığım olmayıbdı. İlk 10-11-də nəsin yazmışam sadəcə sınaqları. Və 11-in içində də yəni bir dənəsi də olsun 30-da 30 yazmamışam. Ona görə bunu zəif yazsaz inancınızı öldürməyin. Çünki bunun özündədir problem. Sonra zaten bunu hər hazırlığa gedən adam yəni bunlardan öyrənir. Yəni bir şey qeyri-adi bir yerlərdən öyrənməmişəm. Yəni sadə topludan öyrənmişəm. Bir də bu hədəf kitabından öyrənmişəm. Zaten yəni klassik şeylərdən öyrənmişəm. Yəni dediyim odur ki, sadəcə praktika önəmlidir Azərbaycan dilində. Sizə də bunu çox tövsiyə edirəm. Yəni ilk ildən çox bir bekləntiyə girməyin. Hər şey yəni dama-dama göl olar həqiqətən. Of, bezdim artıq yəni bu telefon sönür. Hazırda da çox bir şey yığmayıbdı. Çünki nəsə kamera qabağıma qoyuram. Yəqin ki flash açmışam ona görədir. Bilmirəm, nəysə axır əvvəl. Başqa nə deyəcəyimi bilmirəm. O qədər telefon söndü ki, yəni nə danışsam hər dərsini unutmaya başladım. Boş verin, yəni neysə nə öyrənsiniz öyrənin, onu da bilin ki, hər şey praktikadır sadəcə. Uzun müddət bunu elədikcə artıq öyrənməyə başlayırsınız. Mən məsələn bu toplunu ikinci dəfədir artıq yazdıram. Yəni keçən il yazmışdım, bir dəfə bu ildə yazdım. İçindəki 9 ayət, ikisində içindəki 9 ayət mətnlər var hər ikisində. İkisini də bitirmişəm. Yəni belə mətni əsasda deyirəm. Yəni məsələn tamam qrammatikaya keçdik, qrammatikanın əzbər ola bilər, tamam. Mən amma əzbər öyrənməmişəm qətiyyən Azərbaycan dilinin qrammatikasını. Nədənsə yəni bilmirəm, yadımda qalır. Yəni halbuki mənim yaddaşım çox zəifdir əslində. Heç bir şey yəni hər bir şeyi öyrənərkən çox çətinlik çəkirəm. Normal bir insan bir dəfə oxuyub öyrənəcək, mən 5 dəfə oxuyub görəb öyrənim. Ona görə çox zəifdir də. Yəni başa sala bildim yəqin ki, başa düşdünüz. Nəysə belə Azərbaycan dilini necə öyrənmişəm, mən də şaşırıram həqiqətən. Mənim üçün də bir qəribə bir hadisədir. Nəysə ki, belə Azərbaycan dili yəni praktika gərəkdirən bir şeydir. Əsasən mətnlərə aiddir bu. Bir xüsusi bir şey yoxdur, yəni üsulu yoxdur. Məsələn 11-in mətnlərində var üsul, tamam, müddəa falan var. Mətnin xüsusiyyətlərinə aid nəsə elə qayda kimi olur biraz o mətnə. Okey, ona razıyam, amma 9-cu sinifə qədər, yəni 10-cu sinifə qədər falan mətnlər heç elə deyil də. Yəni məncə çox sadədir. Hələ ki uşaqlar çətinlik çəkirlər açıq suallarda. Açıq suallar mənim üçün daha böyük bir avantajdır məncə. Çünki boşdur, yəni vərəq boşdur. Biri var ki, qapalı sualda iki variant arasında qalsan həqiqətən bir-birinə çox yaxın variantlar qoyurlar. A variantı ilə B variantı arasında qalsan və B variantı seçsən A gedir də, yəni səhv olur həmişə. Mən iki variant arasında qalanda həmişə o birisini seçəndə
bu düz çıxmış olur. Belə də mən həmişə səhv yazmış olurum əgər elə olanda yəni. Amma açıq sual elədi ki, mən açıq sualı zaten mətni ondan yazacağımı əmin idim Azərbaycan dilindən. Çünki hər dəfəsində mətn işləyərkən 10-da 10 gəlirdi ya da 10-da 9 gəlirdi. Bu arada keçən 10-da 7 yazırdım ortalama olaraq. Ya 10 sualdan ya 7'si düz oldu ya 8'i düz olurdu. Bu ildə artıq 1-2 sualda qabağa atdım. Ya 9 düzüm olurdu ya da 10 düzüm olurdu. İnşallah genelde bir dəfə də praktika eləsəm, yenə mətn eləməyə, yəni mətn işləməyə davam eləsəm, demək ki 10-da 10 olaraq gedəcəkdə yəqin ki bir sual daha artırıb son nöqtədə dayana biləcəyik. Neysə, bu qədər idi tövsiyələrim, danışıqlarım belə yəni. Əgər bura qədər video baxdınızsa, bəyəndinizsə, aşağıdan video like atmağı, kanala abunə olmağı unutmayın. Mən isə belə bir sadə kofta giymişdim ki, odak şeydə olsun, yəni diqqət imtahanda olsun. Odak bəndə deyil, odak imtahanda. Neysə, belə göstərim altında. Yenə telefon sönəcək, ikini istəyirəm. Bu videoda mənə yanımda olduğu üçün Pink Panther'ə təşəkkür edirəm. Bu da sizə təşəkkür edir. Qətiyyən zorla tutmamışım yanımda. Belə. İzlədiyiniz üçün təşəkkürlər. Videonun başında da dediyim kimi kanalımda bir çox videolar var. Onlara da girib baxa bilərsiniz. Sonraki videolarda görüşmək üzrə. Hələlik.